Azərbaycan Respublikasının Kino Agentliyi filmlərin dublyajı və subtitrlaşdırılması üçün keçirdiyi iri həcmli tenderin qalibini elan edib. Müsabiqənin qalibi isə nə bir kino studiyası, nə də bir dublyaj mərkəzidir. 303.953 manatlıq bu tenderə cəmi 10 manat nizamnama kapitalı olan Ukrayna Ticarət Evi MMC qazanıb. Profilinə tamamilə yad olan bu sahədən 100 minlərlə manat qazanan şirkətin keçmişi isə daha böyük suallar doğurur. Şirkətin keçmiş təsisçisi və qanuni təmsilçisi deputat Əlibala Məhərrəmzadə olub. Millət vəkilinin köməkçisi onun sentyabr ayından təsisçilikdən uzaqlaşdığını desə də hazırda şirkətə Məhərrəmzadə Nərmin rəhbərlik edir. Üstəlik şirkətin faktiki hüquqi ünvanı deputatın qeydiyyatda olduğu ünvandakı digər ailə şirkətləri ilə tamamilə eynidir. Maraqlısı budur ki, bugün Kino Agentliyindən film dublyajı üçün 100 minlərlə alan bu ticarət şirkəti daha əvvəl ASTV-yə və Dövlət Gömrük Komitəsinə sendviç satmaqla tanınıb. İndi isə sual olunur, sendviç satan ticarət şirkəti Azərbaycan kinosunun dublyajını hansı peşəkarlıqla həyata keçirəcək? Dövlət vəsaitinin bu cür paylanmasının arxasında hansı maraqlar dayanır?